Dostlar, hər birinizi salamlayıram, baxırsınız, dəyərləndirirsiniz, öz çox sağ olun, minnətdarlığımı bildirirəm. Bugün inşallah da mənə bahardır. Dedim ki, bir yüngül yemək hazırlayayım. Deməli, bir salat hazırlayacağım, bir də iki cür də isti yemək manqalda hazırlayacağım. Bir deməli, kartoşka ilə kartoşkalı kalpasa hazırlayacağım. Ona ki, məsələn, kartoşkanı hazırlayanda quyruqla, kalpasa ilə hazırlayacağım. Onun da yaxşısı nədir? Bugün ayın 16 apreldir. Bu dünənki istehsaldır. Hələ bir neçə çeşidlərini aldım bunun. Hamısı bax təzə bir istehsaldır, özü də halaldır. Bax burada bax donuz şarısında da kres qoyulub. Yəni məsləhətli bir kalpasa sosislərdir. Sonra bir yemək hazırlayacağım. Deməli, sosiska ilə salat hazırlayacağım. Bir də burger hazırlayacağım. Deməli, burgerdə yəni sırf özümə məxsusdur. Yəni o menü resepti də yoxdur. Yəni siz də eləyin. Mən dəfələrlə eləmişəm, çox dadlıdır. Yəni bunları da növ çəkib paylaşıram. Yəni mən özümə rəva bildiyimi sizə də rəva bilirəm. Tamam. Yaxşı. Dəstə necədir? Eyvallah. Ged ət taxtasını götür, gəl salaq bucaq. Sonra bu uşağını əllə belə doğra. Yox, bıçaqla əllə qopar, tök ora. Ay, soğan var. Çox iri eləmə, xırda tez-tez. Bunu da deməli manqalda qızardıcıyıq burger üçün. Deyirəm, maşın, sən olmasaydı, mən neynərdim? İşləri çatdıra bilmirəm. Sağ olun, sağ olun. Yağın böyüyəndə də kömək eləyərsən. Vaxt olsun. Vaxt olsun. Əsas o uzun demişdim. Soğan doğru. Gəl mən doğrayım soğanı. Bax gör, düzəlmir. Barmağın ucunu yemişi gizlət içəridə. Belə eləmə, kesəcəksən barmağı. O belə xırda kesirsən. Tələsdin, barmağın düşəcək oraya. Sonra yeməyin dadı değişəcək. O belə xırda sonra bu belə. Ve biraz da turşan vururuq.
Deməli buna tərkib olaraq deməli vururuq avokado vurmuşuq, mayonez vurmuşuq, sarımsaq, turşang, duzlu xiyar, soğan. Yaxşı olar ki, bunun üstünə duru yağ çəkmək ki, kartoşka həm yaxşı pişsin, həm də yanmasın. Bunu həmişə boş kartoşka da pişirəndə bu beləsini elə söz əla olacaq. Biraz da suxarı əlavə edirik. Yer üzməm Mustafa. At işləməyə də əladır, çox hündür də gör. Özdəki maraqlı, dadlı. Dəqiq olsun. Oradan yapıştıralım. Geçen dəfəki dadlıydı bu. Dadlı eləmişəm. Hə, super. Sənin də böyük əziyyətlərin olub bunun üstündə. Ortadan götüreyim buradan ki. Sen için olmuş olsun ya. Yerbiz mən dostlar. Həqiqətən belə məcunlar super. Siz də eləyin, baxın, abunə olun, like eləyin, yeni fikirlərinizi yazın. Şirniyyat sevənlər istə Söz Xanım Mətbəxdə kanalına da YouTube kanalı, Instagram, TikTok, həmçinin də məndə TikTok, Instagram hamısı aktivdir. Orada da maraqlı videolarımız olur. Baxın, abunə olun, öz fikirlərinizi yazın. Mən də bacardığımdan cavablandıracağım inşallah. Bunlar da ki ideal. Yəni salat, yəni hər ikisi, məsələn, hər üçü biri-birindən artıq dadlı. İndi mən bunu ocaqda elədim. Ocaqda eləməyib, məsələn, yağda da eləyə bilərsiniz. Məsələn, kalpasanı, burgeri. Bu da ki belə də yer büzməm, həqiqətən şedevr. Bir tane mini burger yiyeceğim.